Hər vaxtınız xeyir olsun 105 FM dinləyicilər və Yaşam Bələdçisinin daimi dinləyiciləri. Yaşam Bələdçisi bazar ertəsi günü yenidən efirdədir və hər birinizi salamlayıram. Necə deyirlər, hər zaman olduğu kimi mən sizə pozitiv enerji arzulayıram. Bu həftənin də pozitiv notlarda başlamağınız vacibdir. Çünki həftə daha uzundur, 5 günü var iş günü olaraq. Ətrafınızda, qohumunuzda, əqrəbənizdə, dostlarınızda, tanışlarınızda kimdəsə gözlə bağlı problem varsa, oftalmoloji xəstəliklər uzmanı hazırda studiyamızdadır. Necəsiz doktor? Xoş gəlib, səfa gətirmisiniz. Təşəkkürlər. Həmişə kimi studiyada çox pozitiv əhval-ruhiyyə var. Və mən də bu enerjidən toparladım. Ümid edirəm ki, bu gələcək bir saatda tam şəkildə gümrah olaraq bütün məlumatları verə biləcəyik bizim radio dinləyicilərə. Bəli, əsas da budur. Çünki bu efirə niyə görə belə pozitiv, daha pozitiv başlamağı düşündüm? Çünki mövzumuz da biraz ağırdır. Dinləyicilərimizi belə deyək ki, birinci pozitivliyə kökləyək, sonra artıq xəstəlik haqqında məlumat verərik. Necə deyərlər, o Bəxt Üzüyü kinosundakı kimi əvvəli hırıldamalı, sonrası ağlamalı. Bəli, hörmətli 105 FM dinləyiciləri, bugün biz gözdəki xəstəliklərdən danışacağıq. Daha doğrusu xərçəng xəstəliklərindən danışacağıq. Doktor, ümumiyyətlə mövzumuzu biraz açıqlayardınız istəyirəm. Gözdə xərçəng xəstəliyi deyəndə mənim üçün biraz yad səsləndir. Göz və xərçəng tam zidd olan bir... Əslində biz bunu xərçəng yox, onkoloji xəstəliklər adlandırsaq düzgündür. Çünki burada təkcə bəd xəstəli şişlərdən yox, həm də xoş xəstəli şişlərdən danışmalıyıq. Hətta. Ümumiyyətlə, göz almasında olan şişləri biz əslində gərək bölək iki hissəyə. Birincisi, göz ətrafı toxumalarda olan şişlərdir və gözün öz toxumalarında olan şişlərdir. Ondan sonra isə biz bunları bölməliyik xoş xəstəli və bəd xəstəli şişlərə. Ümumiyyətlə, ilk öncə mən istərdim biz xoş xəstəli şişlərdən danışaq. Çünki bu şişlər daha tez-tez rast gəlinir. Amma bununla belə, yəni müalicəyə tabi olandır, yəni tam şəkildə müalicə olunur və düzgün tədavisi, düzgün müalicəsi aparılsa, yəni heç bir fəsad vermir. Əsasən istəyirəm danışaq öncə xoş xəstəli şişlərdən, məhz gözün ətraf toxumalarında. Burada bu toxumaların içində şişlərə daha çox meyilli göz yaşı vəzisidir. Göz yaşı vəzisi yerləşir bizim göz yuvamızın xaric tərəfində, yəni gicgah nahiyəsindən və burada təxminən hardasa 3-4 mm ölçüdə olan, 3-4 cm ölçüdə olan bir cisimə qədər böyüyə bilir və bu halda istər-istəməz, yəni o şiş toxuması göz almasın nə edir? Öz yerindən itəliyir qırağa doğru. Çünki göz yuvası bir sümük boşluğudur və bu sümük boşluğunda göz alması üçün əsasən yer tutulub qoyulub. Və əgər burada daha həcmli hər hansı bir cisim başlayırsa böyüməyə, o halda o artıq göz almasını itəliyir öz oturduğu yerdən fərqli bir istiqamətdə və burada belə insanlarda gözdə iki görmə baş verir. İki görmə ondan baş verir ki, çünki yəni göz... ikiləşmə olur. Tamamilə doğrudur. İkiləşmə baş verir. Nəyə görə? Çünki göz alması öz oturduğu görmə oxundan öz yerin dəyişir fərqli bir istiqamətə və müştərək istiqamətdə olan obyektə ki, baxılmalıdır. Artıq bir göz onu bir istiqamətdə görür, o birisi isə fərqli nahiyədən və bu halda baş verir iki görmə. Ondan başqa burada egzoftalm da baş verir. Yəni göz almasının xaricə doğru çıxması, yəni bayra doğru bərəlməsi. Bax, bu əlamətləri hiss edən və görən insan mütləq şəkildə gərək həkimə müraciət etsin. Və burada sözsüz ki, instrumental müayinələr olmasa, hər hansı bir düzgün və dəqiq diaqnozu qoymaq qeyri-mümkün. Nədən? Çünki bəzi hallar var ki, orada məsələn gözün qabağa bərəlməsi, tam ki, qalxana bənzər vəzən xəstəlikləri ilə əlaqəli, yəni ZOP biz adlandırdığımız xəstəliklə əlaqəli göz almasının əzələlərinin proliferasiyası, yəni artması və onun nəticəsində göz almasının bərəlməsi. Halbuki bunun mexanizmi tamamilə fərqlidir, bu şiş toxuması deyil. İkinci şiş toxumasının əmələ gəlməsinə meyilli olan toxuma bu sümükdür, yəni göz yuvasının sümük divarları və burada da adətən
hər hansı bir zədələnmə nəticəsində baş verə bilər bu daha çox. Əks hallarda isə bu anadan gəlmə də ola bilər. Yəni hər hansı bir defekt, amma bunu biz şiş toxuması kimi qəbul etmirik. Amma şişin özü, yəni osteomalar, bunlar fərqli şəkildə və fərqli istiqamətdə özünü biruzə verə bilər. Şiş toxumaları sümükdə daha ləng artdığına görə, yəni yavaş-yavaş inkişaf etdiyinə görə, ona görə burada əlamətlər daha gec biruzə verilir. Bütün bu xəstələr hamısı rengenoloji müayinələrdən keçməlidir və burada həm kompüter tomoqrafiyası, həm maqnit rezonans tomoqrafiyası informativ müayinə üsullarıdır. Şiş toxuması təyin olunduqda nə baş verməlidir, yəni göz yuvasında? Əlbəttə ki, burada mütləq şəkildə diaqnostika aparılmalıdır. Yəni, biz fərqləndirməliyik. Bu dəqiqmi xoş xəstəli şişdir, yoxsa burada bəd xəstəlik var? Çünki üst-üstə düşən amillərimiz var. Bəli. Sözsüz. Və burada sözsüz ki, oftalmo-onkoloqların çox böyük rolu var. Bu çox bir cavan bir sahədir, cavan bir tibbin, belə deyək ki, gözlə oftalmologiya ilə onkologiyanın birləşdiyi bir vəhdətdə olduğu bir sahədir və burada həm müalicə üsulları tamamilə fərqlidir, o birisi onkoloji xəstəliklərə nisbətdə. Həm göz nöqteyi nəzərdən, yəni yanaşma fərqlidir. Çünki bəzən əgər biz göz almasının, toxumasının tamlığını ilk öncə gözə alırıq, qorumağa, oftalmo-onkologiyada burada daha çox insanın, belə deyək, sağlamlığı və canını qorumaq. Yəni, bəzən biz bəzi hallarda gözü qurban verməliyik və onun ətrafındakı toxumaları belə qurban verməliyik ki, insanın həyatını xilas etmək üçün. Yəni, bu hallarda ona görə bu sahədə yanaşma fərqlidir. Və bu mövzuya toxunmuşkən, özür istəyirəm, sözünüzü kəsdim. Oftalmo-onkoloqlar deyirsiniz, onların müdaxiləsi baş verərsə, gözdə sağalma dərəcəsi, yəni faiz göstəricisi nə qədərdir? Burada sözsüz ki, hər şey patahistoloji diaqnostikadan asılıdır. Yəni, nə qədər bu insanlarda olan hər bir onkoloji, nozoloji vahid fərqli bir proqnoz verir. Və onkoloji xəstəliyin, yəni əgər bu bəd xəstəli şişdə, hətta bəd xəstəli şişin metastaz olub-olmaması. Çünki biz burada birincili şişlərdən danışmalıyıq, həm ikincili şişlərdən, yəni metastazlardan. İndi biz onu belə veriliş getdikcə açıqlayacağıq. Yəni, əgər bu metastazdırsa, sözsüz ki, burada ayrı orqanlarda da metastazlar ola bilər və burada xəstəliyin daha şiddətli axarı var. O nöqteyi nəzərdən əlbəttə ki, proqnoza görə burada daha belə deyək ki, aşağı proqnozlar göstərilir. Nəinki, məsələn, birincili şiş toxuması, hər hansı bir limfa düyünlərində metastaz verməmiş bir vəziyyətdə olan xəstə. Yəni, orada biz daha yaxşı proqnozlar verə bilirik. Bu çox individualdır. Ona görə burada hər hansı bir konkret bir meyyarlar yoxdur ki, biz deyək, məsələn, həkim bu vaxtı müdaxilə etdi və biz belə həyat proqnozu verdik və s. Sadəcə, bizim bu dəqiqə üçün yanaşmamız vacibdir. Yəni, ilk öncə xəstə özü öz əlamətlərini hiss etdikdə həkimə müraciət etməlidir. Həkimə müraciət etdikdə adətən bu oftalmoloq olur, yəni göz həkimi olur və əgər oftalmoloq müayinəsi zamanı aşkarlayırsa burada hər hansı bir şübhə, mütləq şəkildə onu instrumental müayinə üsullarına göndərməlidir. Əgər şiş toxuması yumuşaq toxumalarda yerləşirsə, bu göz ultrasəsi, xüsusi beskan deyilən bir cihazlar var, onlar vasitəsilə əgər hiss olunursa ki, bu göz ətrafındakı olan toxumalardakı şişdir, o zaman kompüter tomoqrafiyası və ya maqnit rezonans tomoqrafiyasına göndərilməli. Burada ehtiyac olsa kontrastlı maddələrlə aparılmalıdır müayinə və əgər aşkarlanırsa artıq şiş toxuması, bu xəstə yönəlməlidir məhz oftalmo-onkoloqa. Əgər oftalmo-onkoloq hər hansı bir bölgədə yoxdursa və orada artıq onkoloqla oftalmoloq bir yerdə bu xəstəni aparmalıdır, bu xəstəni müşahidə etməlidir. Çünki bəzi hallarda burada onkoloq oftalmoloqun da köməyi lazım olur. Çünki görmə funksiyasını necə saxlamaq, göz almasının hərəkətini bərpa etmək lazımdır. Çünki məsələn, bəzi şişlərdə görürsünüzsə ki, toxuma artıq göz almasının əzələsini də başlayır öz prosesinə daxil etməyə və belə deyək də, bəd xəstəli şişlərlə xoş xəstəli şişlərin əsas bizim üçün fərqi nədir? Xoş xəstəli şiş adətən özünü ətraf sağlam toxumalardan ayırır.
Aha. Yəni Yəni özün bloklanmış bəli, şəkildə. özün ayırır və ayrı bir şəkildə, əlavə bir toxuma kimi, amma ayrılmış şəkildə inkişaf edir. Halbuki bət xəstəlik şiş sağlam toxumaların içərisinə daxil olaraq yayılır. Ona görə onu bəzən və çox vaxtı, bəzən deməzdim, çox vaxtı sağlam toxumalardan ayırmaq çətin olur və məcbur oluruq sağlam toxumaların çərçivəsində bət xəstəlik şişi də xaric etmək. Çünki burada onun xırda bir hissəciyi qalmamalıdır və tam şəkildə təmizlənməlidir. Şişləri dedik ki, oftalmoloq aşkarlayarsa yönləndirəcək. Aşkarlamama kimi bir lüksü varmı həmin oftalmoloqun? Yəni görməməyi, məsəl üçün nəzərdən qaçırmaq kimi bir lüksü varmı? Baxın. Yoxsa baxdıqda həmin gözə çarpan bir Söyleyeyim, məqam? tamam ki, xəstədə kiçik bir dərəcədə iki görmə baş veribdir. Xəstə müraciət eləyir, həkim baxır və bunu hər hansı bir nevroloji problemlə əlaqələndirir. İlkin mərhələdə göz almasının, o görmə oxundan bir balaca yerin dəyişməsi o qədər də özün büruzə vermir. Və əgər burada Girşpunkt testi aparılıbsa, məsələn, düzgün şəkildə baxılıbsa, o zaman tamam ki, düzgün test edibsə, təyin edə bilər ki, bəli, burada artıq çəpləşmə kimi var. Düzgün anamnez toparlanmalıdır. Xəstənin hissiyatları və xəstəliyin gedişatını öyrənməlidir. Çünki bilirsinizmi, ilkin dövrdə hər bir xəstəlik özünü gizlin aparır və yalnız sonraki dövrdə özünü aşkarlamağa başlayır. Bəli, biz elə həmin şişlərin müalicə proseslərindən danışacağıq. Cərrahiyyə mütləqdirmi, yoxsa müayinə müalicə ilə də kifayətlənə bilərik? Həkim, belə bir sualımız yönləndirilib bizə. İstəyirəm onu oxuyum sizin üçün. Sizi və həkiminizi salamlayıram. Mövzuya aid olmasa da mənim sualım belədir. Mən səhər duranda sol əlimdə şiş olur. Yəni ovcumun yumruq kimi yıxsaq, elə bil ovcumda nə isə var. Bu mənə çox belə deyək, mane olur. Bu nə ilə əlaqəli ola bilər? Ümumiyyətlə, gözdə olan hər hansısa bir şiş başqa orqanlarımıza belə deyək, təsir göstərə bilirmi? Artıq əgər metastaz fəslində olsa, bəli. Çünki ətraf toxumalarda limfa düyünlərini zədələyərək və onların daxili ilə inkişaf edərək yumuşaq toxumaları da zədələyə bilir və bu halda sözsüz müəyyən dəyişikliklər verə bilir. Qaldı ki, bu xəstənin sualına, yəni belə deyək, adətən yatıb da səhər duranda bu baş verirsə, bu hər hansı bir durğunluq, yəni zastoy deyirlər bunu, durğunluğun əlamətidir. Və əgər sizdə hər hansı bir cərrahi əməliyyat müdaxilə olunmayıbsa, yəni adətən ödemlər limfa düyünləri götürdükdən sonra limfostaz nəticəsində baş verir. Amma əgər heç bir əməliyyat olunmayıbsa və yalnız bir qol tərəfdən bu baş verirsə, toxuma şişirsə, burada bir neçə dənə müayinə mütləqdir. Birincisi, əlbəttə ki, ürək damar və ağciyər sistemi yoxlanmalıdır. Çünki bu sistemlərdə olan durğunluq, yəni ürək çatışmamazlıqları və ağciyər çatışmamazlıqları da baş verən bu proseslər toxumalarda ödemlərə gətirib çıxarda bilər. Bəzən bu belə özün büruzə verir. İkinci məqam, nəyə fikir vermək lazımdır? Bu, sizin yatma tərzinizə. Çünki bəzən görürsünüz ki, sadə bir problem özünü çox mürəkkəb göstərə bilər. Məsələn, siz yatdığınız halda, əgər qolunuz, məsələn, altınızda qalırsa və ya qeyri bir normal anatomik pozada siz yatırsınızsa ki, o halda sizin yumuşaq toxumalarınız və ora gələn qan damarları sıxıla bilirsə, ona diqqət edin. O zaman ola bilər ki, məsələn, siz başınızın altına daima əlinizi qoyursunuz və bu halda yatdığınız üzü qoyulu yatırsınız. O halda yenə də damarlar sıxılır və normal qan dövranı pozulur. O da ki, yenə də toxumalarda şişkinliyə gətirib çıxarda bilər. Və bəzi endokrin xəstəliklərdə də, məsələn, zəhərli zob deyirlər buna. O halda, bəli, sözsüz o insanlar hiss edə bilərlər. Elə bir ki, dəriləri bir cür tarım şəkildə olur. Toxumalar ödəmləşir. Amma bu halda bu ödem bütün gün ərzində adətən olur. Nəinki yalnız səhərlər. Ona görə o diqqət etmək lazımdır və mütləq şəkildə həkimə müraciət etmək. Mənim fikrimcə burada ilk öncə ürək həkimi bir dənə baxmalıdır. Ondan sonra isə terapevt və ortoped baxa bilər bu xəstələrə. Bəli. Hər vaxtınız xeyir, kiminlə danışırıq? Allah xeyir olsun həkim. Hər vaxtınız xeyir. Kiminlə danışırıq? Özünüzü təqdim eləyərdiniz? Hüseyin müəllim danışam. Göz bilinç qrup əliyyət gözləm. Aydındır. Buyurun Hüseyin bəy. Eşitiririk biz sizi. Gözüm hastayam, görmür. Qara su verir.
deyirlər, nə deyirlər ondandır. Ha, biri əməliyyat olub, elə belə ağrıya görə ki, ağrısız görsünlər. Bəli. Gözündəkinə hastayam, şeyxlamaz da nalgeyn olur, qavanı kəsə bilir. Yəni təzyiqi qarşısını ala bilmirsiniz Bəli, bəli. və ağrı da mı olur? Ağrı da olur, bəli. Ağrı da olur. Yenə də baxın, sizdə o biri gözdə ki, əməliyyat olunubdur sırf ağrının qarşısını almaq üçün. Yəni bu gözdə də həmənki növ əməliyyat oluna bilər. Əgər öncədən əməliyyat olunubsa və effekt verməyibsə, yəni sizdə standart sinus trabekulektomiya əməliyyatı deyilən əməliyyat icra olunubsa, amma o hər hansı bir nəticə verməyibsə, o zaman drenaj sistemlərinin implantasiyası da oluna bilər. Onlar daha stabil effekt verir. Amma yenə də bir şey nəzərinizdən keçirdin ki, hər bir halda əgər gözünüzə tökdüyünüz dərmanlar sizə gözünüzdəki ağrının qarşısını almağa, qara suda heç bir nəticə vermirsə, mütləq şəkildə əməliyyat olunmalıdır ki, o ağrını aradan qaldırasınız. Çünki hər hansı bir ayrı bir yol yoxdur. Bu kəsdir, şeyxlama verir və nalgeynə qalxır. Əslində o soyuqlama deyil. Sadəcə gözünüzdəki qızartının baş verməsi məhz təzyiqin qalxmasının əlamətidir. Ona görə o nöqteyi nəzərdən, yəni düşünməyin ki, sizdə gözünüzdə soyuq dəyimi olur, ona görə təzyiq qalxır. Xeyr. Sizdə gözünüzdə daima təzyiq var və təzyiq çox yuxarı dərəcələrə qalxdıqda göz almanız qızarır və o bir cür sizə soyuq dəymə kimi görsənir. Əslində o soyuq dəymə deyil, o sizin gözünüzdəki təzyiqin qalxmasının belə deyək də bir əlamətidir. Aydındır. Teşekkür ederim Hüseyin Bey zengin sualını verdiği için ve ümidim ki biz hər hansı bir məqamda kömək etmiş olduq. Hüseyin bəy, mən sizə müraciət edə bilər ki, siz ona daha yaxından baxaraq öz rəyinizi bildirəsiniz. Əlbəttə. Bəli, Hüseyin bəy, siz İstanbul Enes Klinikası göz mərkəzinə müraciət edə bilərsiniz. Müraciətiniz üçün də zəng də edə bilərsiniz. 070 702 12 12 nömrəsinə əlaqə saxlaya bilərsiniz ki, bütün suallarınıza daha detallı şəkildə cavab verilsin. Bəli, həkim, biz mövzumuza davam eləyək ki, Bəli, biz şişlərdən göz ətrafı şişlərdən danışdıq və burada hansı toxumalar daha çox şişin əmələ gəlməsinə meyillidir. Bundan sonra yəni vurğulamaq lazımdır artıq göz alması özünə məxsus, yəni öz toxumalarının şişlərini və burada gözün görmə sinirinin şişləri, bu onun nevlinomalarıdır və daha tez-tez rast gəlinən əgər bəd xəstəli şişləri götürürsə göz almasında melanomalardır. Melanomaları daha aqressiv inkişafa malikdir. Ona görə bu toxumalar tez bir şəkildə şişir. Belə insanlar göz qarşısında əmələ gəlmiş bir kürəvari qaraltı görürlər. Gözün qabağında bir kürəvari qaraltı kölgə və o kölgə heç yerə itmir, hərəkətdə olmur, daima eyni yerdədir və getdikcə artır. Belə xəstələrin mütləq şəkildə, yəni həkimə gecikdirmədən müraciət etməlidirlər. Bəzi əlamətlər də var, onlara da diqqət etmək lazımdır. Məsələn, şiş toxuması artdıqda sinir toxumasını qıcıqlandırdığı məqamda gözdə cimcimələr, işıq saçmaları, bax belə bir şeylər baş verir. Duran yerdə, yəni yanıb sönmə, işıqların yanıb sönməsi, ulduz kimi sanki ulduzların belə amma bu gözün yumulu vəziyyətində belə baş verir. Yəni göz yumulu olurlar və gözün qarşısında hətta göz bağlı vəziyyətdə qaça bilir və uzun müddət qalır. Yəni məsələn bir dəfə oldu, keçdi də yox, daha uzun müddət mövcud olur. Yəni bu nöqteyi nəzərdən belə əlamətlərə də diqqət etmək lazımdır. Əlbəttə ki, belə xəstə müraciət etdikdə mütləq şəkildə həkim müayinəsi olunur. Adətən bu gözün arxa segmentində yerləşir, yəni gözün güzeyli qışasının arxasında. Məsələn, ondadır ki, bizim göz almamızın güzeyli qışasından başlayaraq torlu qışasına qədər gözümüzün qatlarının içərisində pigment qatı adlanan bir pigment epitel qatı adlanan qat var və burada melanotitlərlə çox zəngindir bu qat və məhz o melanotitlərdə həmin bu şiş toxumasının inkişafı baş verir. Ümumiyyətlə, melanomaların inkişafında günəş şüasına böyük rol verilir. Ona görə insanların günəşə qarşı eynəklərdən istifadəsi
daima məsləhətdir və məsələn çimərlik dövründə, çimərliklərdə olduğu dövrdə mütləq şəkildə məsələn melanomalar həm də dəridə də baş verə bilər ona Bəli. görə. Elə o sual verəcəkdim ki, bəzi onkologlarımız deyir ki, həddindən ziyadə günəş vannası qəbul etmək dəri xərçənginə birbaşa yol açır. Bəs bu şişlərin əmələ gəlməsində günəşin hər hansı bir rolu? Sözsüz elə məhz günəşin rolu çox böyükdür. Çünki ultrabənövşəyin keçiriciliyi daha yüksəkdir toxumaların daxilinə və zədələyici qüvvəsi daha çoxdur. Ona görə o nöqteyə nəzərdən, yəni günəşdən qoruyucu kremlərdən istifadə etmək çimərlik dövründə və mütləq şəkildə günəş ekspozisiyası, yəni günəşli yerdə olduqda gün eynəklərindən istifadə də məsləhətdir. Bu bir qayda olaraq olunmalıdır. Və dediyimiz kimi, yəni melanomalar çox aqressiv şişlərdir, özlərini çox aqressiv aparırlar və o nöqteyə nəzərdən vaxtında müayinə olunsa, əlbəttə ki, daha yaxşı nəticə almaq ehtimalı daha çoxdur. Yəni hər zaman dediyimiz kimi vaxtında ilkin mərhələlərdə müraciət olunarsa xəstəliklə bağlı həkim aciz qalmır. Ən azından müdaxiləsini edir və yüksək effektlə də həmin xəstəliyi müalicə edə bilir. Və melanomalarda müalicəyə gəldikdə isə burada sözsüz böyük bir rol ayrılır radionuklit terapiyaya. Yəni burada xüsusi aplikatorlar olur, radioaktiv maddələrlə və onlar göz almasının həmin o şiş toxuması yerləşən istiqamətdə gözün üzərinə qoyulur, şüalandırılma baş verilir və ondan sonra şiş toxumasının balacalaşması əldə olunduqdan sonra həmin o şiş toxuması eksiziya olunur, yəni kəsilib götürülür. Əlbəttə ki, biz həmişə idarə olunuruq orqan saxlayıcı taktika ilə ki, orqanı saxlamaq. Amma bəzi hallarda əgər şiş toxumasının həcmi həddindən çox yüksəkdirsə, bu zaman sözsüz toxuma yəni xaric etmək olunur, yəni göz alması tam şəkildə götürülür. Burada ekzenterasiya əməliyyatı da tez-tez rast gəlinir, çünki əgər ətraf limfa düyünlərində artıq metastazlar varsa, bu halda mütləq şəkildə toxuma təkcə göz alması yox, ətrafda olan bütün yumuşaq toxumalar göz orbiti, yəni sümük çərçivəsində. Əlbəttə ki, bu istənilməz bir əməliyyatdır, çünki istər-istəməz kosmetik effekti çox pisdir, amma biz, yəni deyirəm, insanın həyatı xilas etmək, əgər qərar odursa, əlbəttə ki, bu əməliyyatlara getmək lazım olur. Ondan sonraki dövrdə əlbəttə ki, müəyyən kosmetik cərrahiyyələr də oluna bilir ki, bunun qarşısı alınsın. Bu birincili şiş toxumalardır. Mən istəyirəm, əgər bizdə indi zəngimiz var hazırda, növbəti şiş toxumalarına sonra ikincili şişlərdən danışaq. Zəngimiz işte. Hər vaxtınız xeyir, kiminlə danışırıq? Cəbrayillə danışdım, doktor, Cahit doktor. Sizi salamlayıram. Hər vaxtınız xeyir olsun Cəbrayil bəy. Buyurun. Buyurun. Çox böyük işlər görürsünüz. Sağ olun. Əliniz mübarək olsun sizin. Buyurun. Doktor, sağ olun. Bir daha söz sorduğunuzda, mən 70 yaşım var, 69 yaşım var, 70 yaşındayım. Məndə qulaqılma xəstəliyi biri 38 yıldır. Mən indi bu neçə gündür oruç tuturam. Bəli. Məndə sol göz protezdir, amma sağ gözdə görürəm ki, təzyiq çox azdır. Bəli. Mən dərman, qoxuram dərman töküyüm, biraz aşağı düşür. Baxamıyorum, bu senin mağazada da gözün başı bağlı var. Aydın. Mən məsələn gidelim. Üçün gözümə tökməyim. Bu bilir. İkincisi de bu şişələrindən içmiş var. Orada bu məndə bulanma olur da. Onun qabağına Allah olar yağılmaz. Aydın. Teşekkür ederiz sualınıza göre. Çok sağ olun. Birinci sualınızın cavabı elə əslində ikinci sualdaydı. Məsələn, ondadır ki, siz dediniz şüşəvari cisim. Göz almasının içərisində yerləşən şüşəvari cisim müəyyən bir struktura malikdir və o toxuma qəti şəkildə yəni azala bilməz. Bu nöqteyi nəzərdən göz daxili təzyiq həmişə müəyyən həddə qədər düşüb o həddə dayanacaqdır. Yəni o şüşəvari cisim və göz daxili strukturların yaratdığı təzyiqin çərçivəsində dayanacaq. Bu nöqteyi nəzərdən mənim tövsiyəm, əgər siz dərmanı istifadə edirsinizsə qara suya qarşı, onu davam edin istifadədə. Göz daxili təzyiqin düşməsi orucla əlaqəli, onunla əlaqəlidir ki, siz həm də
gün ərzində suyun tükənməsini, yəni suya bədənə daxil olmasını azaltmısınız və bununla əlaqəli də bədəndə susuzlaşma baş verir. Ondan əlaqəli də öz yerində sizin qanınızın su fraksiyası, yəni plazmanın miqdarı müəyyən dərəcədə azalmaqdadır və toxumalarda gedən obratno osmos adlandırdığımız, yəni toxumalardan suyun geriyə qana doğru hərəkəti baş verir. Ona görə o nöqteyə nəzərdən sizin təzyiqiniz müəyyən dərəcədə düşür aşağı. Amma bu o demək deyil ki, siz əlavə olaraq hər hansı bir dərmanı istifadə edəsiniz, təzyiq çox aşağı düşəcək. Yox, belə bir şey baş verməyəcək. Ona görə narahat olmayın. Güzdaxili təzyiqə qarşı istifadə etdiyiniz dərmanları istifadə etməkdə davam edin. Çünki bəzi dərmanlarda, ən əsas da əgər siz prostaglandin qrup dərmanları istifadə edirsinizsə, onlarda Stabilizator effekti. sindrom atmena deyilən bir şey var. Yəni dərmanı dayandırmaq sindromu. Əgər siz onu edirsinizsə, əks şəkildə təzyiq əksinə olaraq qalxmağa başlayır. Ona görə bu dərmanları kəskin şəkildə dayandırmaq olmaz. Ona görə dərmanlarınıza davam etmənizi məsləhət bilirəm. Bəli. Və dinləyicilərimizin belə bir məqamı da diqqətinə çatdırım. Bu yaxınlarda bir ədəbiyyatda oxudum ki, həddindən artıq içilən su təzyiqin qalxmağına birinci növbədə kömək eləyirmiş. Hörmətli dinləyicilər, bəzən dietoloqlarımız bizə çoxlu su tükətməyimizi tövsiyə edirlər. Deməli, hər işdə bir xeyir var. Amma çox su da insana ziyan verirmiş. Bu bizim dilimizdə olan qədimdən gələn sözdür. Atalar sözü kimi artıq içiləndə su da ziyan verir. Amma demək ki, bunun da həqiqəti artıq aşkarlandı. Çünki həddindən çox tükətilən su qan təzyiqini artırırmış, qaldırırmış. Ehtiyatlı olun. Bəli, həkim, Yəni burada sözsüz əsas normativlər var. Normativlərə uyğun olaraq. Təbii ki, hər şey qaydasında olmalıdır. Biz onu kənarlaşdıraq, bu sadəcə informasiya idi. İkincili şişlərdən danışırıq. İkincili şişlər bu burada daha çox yəni biz metastazları da nəzərdə tuturuq və metastazlar gözə adətən müəyyən toxumalardan meyil edir gəlməyə. Bu da ən çox rast gəlinən bu döş vəzisinin şişləridir. Yəni döş vəzisi şişlərində gözə olan metastazlar riski yüksəkdir. İkinci yerdə bu durur prostatda olan şişlər. Yəni prostatda olan şişlərdə gözə metastaz verə bilir. Bax, bu iki qrup şiş xəstələri həlbət şəkildə mütləq onlar ilk olaraq şiş aşkarlanır əsas orqanda. Ondan sonraki dövrdə bu xəstələr remisiya dövrünə düşürlər. Çünki hər hansı bir müalicələr aparılır və remisiya dövründə bu xəstələrdə mütləq şəkildə müayinələr aparılır. Yəni ultrases müayinələrindən keçirilər, kompüter tomoqrafiyasından keçirilər, ildə bir dəfə yoxlamada olurlar. Və bax, bu xəstələrdə mənim məsləhətim mütləq şəkildə o qrup müayinələri ki, hansı il boyu aparılır, yəni xəstələrdə sırf metastazların aşkarlanma məqsədi ilə burada göz müayinəsi də mütləq daxil olunsun. Çünki dediyim kimi bu orqanlarda olan onkoloji, yəni bədxəssəli şişlər metastazlaşmağa məhz gözə meyillidirlər və burada bu risk olduğuna görə, çünki çox vaxtı bu görürsünüz gözdən qaçırılır. Əsas üzvlər götürülür. Yəni daxili yumuşaq toxumalar yoxlanılır, ondan sonra sümüklər yoxlanılır. Amma göz alması belə deyək də gözdən qaçır. Və görürsünüz ki, müəyyən dövrdən sonra belə xəstələrdə göz daxili şişlər aşkarlanır və burada, yəni biz bir neçə dəfə belə xəstələrlə rastlaşmışıq. Metastazlar aşkarlananda artıq bəzən görürsünüz ki, gec olur və o orqanı artıq götürmək lazım olur. Çünki burada metastazlar həddindən artıq çox yayılır. Ümumiyyətlə, şiş toxumalarının müalicəsinə gəldikdə, əgər daxili üzvlərin birincili şişlərində daha çox üstünlük verilir kimyoterapiyaya və cərrahi müdaxilələrə, göz daxili şişlərdə və göz ətrafı toxumalarda olan şişlərdə daha çox üstünlük verilir radionukleid terapiyaya. Yəni burada şualandırma daha çox üstünlük təşkil edir. Nədən? Çünki göz alması kiçik bir üzüdür və bu kiçik üz daxili orqan, biz həmişə deyirik, göz almasının daxili orqan hesab edə bilirik, amma o xaricdə yerləşir və o nöqtəyə nəzərdən xaricdə yerləşdiyinə görə, yəni
əl çatası bir istiqamətdə olduğuna görə mütləq şəkildə burada kimyoterapiya ilə, yəni bütün bədəni zəhərlənməkdənsə məhz əl çatan o zonaları radionukleid terapiya, yəni şüalandırma vasitəsilə toxumanı target terapiya, yəni belə deyək də, hədəfli terapiya məqsəd yönlü həmin o şiş toxumasını öldürmək daha belə deyək də, Nə məntiqə zaman bu uyğun mümkün gəlir. olur? Çox hallar, çox vaxtı, çünki yəni dediyim kimi, hətta əgər şiş toxuması göz almasının arxa qütbündə yerləşirsə, hətta o hallarda kiçik bir cərrahi müdaxilə vasitəsilə həmin nahiyyə əl çatılır və həmin o aplikatorlar müəyyən şəkildə, müəyyən formada hazırlanaraq o nahiyyəyə yerləşdirilir, yəni gözün arxa qütbündə və orada şüalandırma baş verir. Və şüalandırma bu patologiyalarda çox yaxşı bir effekt verir. Yəni nəticə həmişə qənaətbəxş olur, çünki toxumanın həcmindən asılı olaraq sözsüz ki, amma burada şiş toxumasının azalması, yəni balacalaşmasının həmişə əldə olunur. Və ondan sonraki mərhələdə artıq cərrahi müdaxilə sözsüz qaçınılmazdır, çünki həmin o balacalaşmış toxumanı artıq xaric etmək Xaric lazımdır. etmək mütləqdir. Sözsüz. Cərrahi müdaxilədən qaçmaq Bəli, olmur. Demədiyiniz, vurğulamadığınız hansı məqamlar qaldı? O, mən həkim deyiləm, oftalmoloq Bəli. deyiləm. Ona görə istəyirəm ki, siz onu əlavə edin. Sözsüz. Yəni, mən nəyi demək istəyirəm? Baxın, onkoloji xəstəliklərdə bizim ən çox əziyyət çəkdiyimiz ilk məqam xəstələrin bu xəstəlikdən qorxub, daxili təlaş keçirdib, istər-istəməz onkoloji xəstəliklər özləri üçün bir mənfi bir, belə deyək də, preambula yaradıb ki, artıq hər bir insanda onkologiya haqqında hər hansı bir məlumat, hətta yaxınlarında belə eşidəndə, belə deyək də, Kanserofobiya var bəli, insanlarda. kanserofobiya deyilən bir şey var. Yəni gözlərinin qarşısı qaralır ki, ay Allah, həyat dayandı, qutardı, getdi və bununla Bəli. hər şey bitdi. Yəni baxın, müasir dövrdə bu dəqiqə müalicə vasitələri getdikcə inkişafdadır. Bugün üçün məhz onkologiya sahəsi, belə deyək, dünyada ən inkişaf edən sahələrdəndir. Nədən? Çünki burada məhz həyatı göstərişlər olduğuna görə insanlar və elm adamları bu sahədə daima axtarışdadılar, yenilikləri, yeni dərmanları. Müasir dövr üçün artıq immunoterapiya yer almaqdadır və buna çox böyük, belə deyək də, ümidlər bəslənir, məhz immunoterapiya. O nöqteyi nəzərdən qorxmaq lazım deyil. Günbəgün yeni müalicə üsulları var və əgər sizə hər hansı bir formada belə bir diaqnoz qoyulursa, birincisi burada mütləq şəkildə, yəni sizə şiş toxuması dedilə, bu demək deyil ki, mütləq bəd xəstəlik, bu olur, xoş xəstəlik şiş olsun. Yəni, dərhal qorxub həkimdən qaçmayın, dərhal qorxub həyatdan küsməyin. Burada təmkinli olmaq lazımdır. Əgər sizə hər hansı bir belə diaqnoz qoyulursa, mütləq şəkildə həkimə müraciət etmək və həkimdən təfərrüatı ilə öz xəstəliyiniz haqqında məlumat almaq, mövcud ola biləcək müalicələr haqqında məlumat almaq və artıq ondan sonraki dövrdə seçim etmək. Və dediyim kimi, bugün üçün bu sahə yetəri qədər inkişaf edibdir və bu sahə üzrə mütəxəssislər var. Sadəcə qorxmamaq lazımdır. Mən o qorxudan qaçmağa tövsiyə edirəm, çünki çox vaxt məhz qorxu ilə idarə olunan xəstələr adətən xəstəliklərin o həddə gətirib çıxardırlar ki, həkim onların qarşısında aciz qalır. Bəli, Mən hamıya şəfa diləyirəm və ümid edirəm ki, yəni bizim bugünkü veriliş yararlı olacaq bu insanlara və vaxtında müalicələrini etdirəcəklər. Belə, əsas məqamımız da odur. Siz yetər ki, sağlam olmaq istəyin və ildə heç olmasa 2 dəfə check-up müayinədən keçin. Ümumi qarnınızın əməlizidir, sidiyin əməlizidir, göz həkimi, yəni oftalmoloqun müayinəsidir və terapevtin müayinəsi sizdə ildə 2 dəfə qaçınılmalıdır. Çünki siz bu prosesi həyata keçirsəniz, sizin hər hansı bir probleminiz erkən olaraq aşkarlanacaq və sizi yarı yolda qoymayacaq bizim həkimlərimiz. Bəzən eşidirik, doktor, filan həkim düzgün müalicə etmədi. Xeyr, filan həkim düzgün müalicə etdi. Sadəcə siz düzgün vaxtda müraciət etmədiniz. Ona görə həkim çarəsiz qalmışdı. Yəni bu kimi hallar yaşanmasın deyə siz yetər ki öz sağlamlığınızı düşünün.